Bugün mənə məsələn yalancı da dedilər. Bugün mənə, nə bilim, mən Quranı nizəyə bağlayan, Quranı nizəyə vuran adam da dedilər. Deyir, qara giyinib minbərə çıxıb ki, güya İmam Hüseyni təbliğ edir, Quranı nizəyə vuranlar kimi. Mən elə indi çıxmamışam axı bu minbərə. Bu qara giyinib elə neçə illərdir mən bu minbərdəyəm. İndi cəmiyyət özü müəyyən eləsin, yalancı sözü mənə yapışır, qəbul eləsin. Yapışmır, qəbul eləməz. Mən durum deyim, mən yalancı deyiləm. Və dəlil gətirim ki, mən yalancı deyiləm. Nə ehtiyac var buna? Nə mənası var bunun? Ona görə də azad qoy görək, hansı nəticəyə gəlir? Necə düşünür? Hansı qənaətə gəlir? İttiham səsləndirəcək, mən də dur bir-bir ona cavab verəcəm. Cəmaat qardaşların fikir çaşmasın. Bəli, mən demirəm, bəzi bulanıq məqamlarda adam aydınlıq gətirməlidir, amma o da olub keçmişdə, mən də onu eləmişəm, amma da bu həddə yox ki, hər şeyi çeynəyəsən, ifadə eləyəsən, izah eləyəsən. Cəmiyyət müstəqildir, qoy necə düşünür, düşünsün. Təhlil qabiliyyəti var, özü düşünsün, özü qənaətə gəlsin, özü nəticə əldə eləsin.